Azərbaycan 3000 dənə şəhidi yoxdur. Azərbaycan 31 min dənə şəhidi var. Onun 24 min dənəsi hərbiçidir, yerdə qalanı mülküdür. Və yenə deyirəm, zəfərə gedən yol, 44 günlük gedən yol, o dövrdən gəlir, o cığı onlar çəkir. Bəli əzizlər, anamızın dediyində həqiqətlər çoxdur. Bəzən biz 31 il əvvəl, 30 il əvvəl, 92-də, 93-də, 90-cı illərdə olan şəhidlərimizi unuduruq. Həddindən artıq unutqan millət olmuşuq. Və hətta yeni şəhid olan qardaşlarımızı bəzən unuduruq biz. Həqiqətən də çox unutqan millət olmuşuq. Dəhşətli dərəcədə. Bizim ən böyük səhvimiz bilsən nədədir bəzilərimizin? Şəhidlərimizi anmamaqdadır. Ən böyük səhvimiz ondan başlayır. Bəzən bizim ailələrdə də bəzən boşluqlar olur. Bizi başa salmırlar uşaqlıqdan ki, ay valla bu torpağı sənə qoyan şəhidlərdir. Qazilər də onların qanıdır. Onların qanı bahasına biz buradayıq. Demirlər bizə. Anlatmırlar bizə, başa salmırlar bizə. Və o da zaman bizi başa salmamaqları, zaman ötür və biz böyüyürük. Böyük bir şəxsiyyət olanda dərk eləmirik, şəhid nədir? Şəhidlik nə deməkdir? Hansı zirvədir şəhidlik? Başa düşmürük. Ondan irəli gəlir bəzən də ki, biz şəhidləri unuduruq. Əziz şəhid yaxınları, şəhid valideynləri, əziz şəhidin qohumları, yaxın əqrabaları, hər birimizdən üzr istəyirik. Xüsusən də 90-cı illərin şəhidlərinin yaxınlarından üzr istəyirik. Bəzən unutqanlıq edirik. Bayrama başımız qarışır, nə bilim, öz işlərimizə başımız qarışır. Gəlib ziyarət edə bilmirik, Şəhidlər xiyabanında ola bilmirik. Biz sizdən dönən üzr istəyirik. Əzizlər, haqqınızı halal edin inşallah.